Fondunun qəhrəmanlığına həsr olunmuş, tədbir açıq edilmiş. Ulu Önder İlham Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükut və yad edir. Allah rəhmət eylesin. Yolda Rauf Məhərrəmoğlu 4 may 1996-cı ildə Abşeron rayonu Saray qəsəbəsində anadan oldu. 2002-2013-cü illərdə 2 sayılı orta məktəbdə təhsil almışdı. 2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat Texnologiya Fakültəsində təhsil almışdı. 2020-ci il sentyabr ayının 21-dən cəbhəyə yola salınmışdı. Sentyabr ayının 27-sindən müharibə başladığı ilk gündən Füzuli, Cəbrayıl, Hadrut cəbhələrində göstərdiyi şücaətə görə Rauf Mangır komandiri təyin olmuşdur. 23 oktyabr tarixində xüsusi əməliyyat nəticəsində qəhrəmancasına həlak olmuşdur. 30 oktyabr 2020-ci il tarixində Abşeron rayon Saray qəsəbəsindəki şəhidlər xiyabanında dəfn olmuşdur. Ölümündən sonra Cənab Ali Baş Komandan İlham Əliyevin əmri ilə göstərdiyi qəhrəmanlığa görə vətən uğrunda Cəbrayılın azad olunmasına görə və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunmuşdur. Dəyərli qonaqlar, indi isə çıxış üçün söz verilir Abşeron rayon İcra Hakimiyyətinin başçısı Cənab Abidin Fərzəliyevə.
ki, bu 5 il artıq bu il biz həm Cənab Prezident tərəfindən müəyyən konstitusiya suverenlik idi, həm zəfərimizin 5-ci il dönümünü biz daha yüksək səviyyədə zəfər bayramına hazırlaşacağıq. Yüksək səviyyədə çalışacağıq ki, müqəddəs şəhidlərimizin xalqımızın qəhrəmanlıq tarifinə qızıl hərflərlə yazılacaq bu qəhrəmanlıq sənaməsinin 5-ci il dönümünü ən yüksək səviyyədə keçirdilər. Ona qədər dövrdə də bütün şəhidlərimizin balamız başda olmalı, bütün şəhidlərimizin əziz günlərini, onların övladlarının, onların valideynlərinin xoş günlərində, bayramlarımızda, dövlət bayramlarımızda yanında olar. Dərs qonaqlarımız iştirak edir. Mən şəhidimizin partiyasına əsr olmuş kitabı mənə təqdim edib, izləyə bilməsəm də bax, izləmişəm. Bu əsərlərdə yaradılmış, dərin sevgi və məhəbbətlə yaradılmış əsərlərdə Rauf Almansın timsalında bütün şəhidlərimizə xalqımızın dəyərini, qiymətini görürük biz. Bugün burada bizim şəhid ünvanlarımız iştirak edir. Bunların övladları vətənimizin azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəldilər. Bugün burada şəhidlərimizin həyat yoldaşları iştirak edir ki, hansı ki, hal-hazırda həm ata, həm ana vəzifələrini həyata keçirir, övladlarını böyüdürlər. Eyni zamanda da şəhid övladlarımız da var ki, onlar könüllü olaraq vətən yolunda xidmət edirlər, şəhidlik zirvəsinə yüksəldilər və valideynlərinin onlar haqqında istədikləri, arzu və istəkləri toy görsünlər, nəvə görsünlər, bu istəkləri valideynlərinin yaşatmasalar da xalqımıza qəhrəmanlıq nümunəsi yaradır, xalqımızın qürurunu, qeyrətini, namusunu, ərazi bütövlüyünü bərpası üçün könüllü olaraq vətən müharibəsində iştirak edirlər. Bu Müzəffər Ali Başkanlığının bir çağırışı ilə və şəhidlik zirvəsinə yüksəldirlər. Bizim rayon icra hakimiyyətində müqəddəs şəhidlərimizin iki hal-hazırda rəsmi olaraq iştirak edir. Müasir bazı demək, tək oğlu, övladı, sərqaləti, Xırdalan şəhər sakinidir, əslində Xırdalanın könüllü olaraq əsgər xidmətdən sonra savaşda qoşulub, şəhidlik vətən müharibəsində qoşulub getmiş bir şəhidimizin ailənin yeganə övladı. Bu əsas hal-hazırda bizim icra hakimiyyətində şəhidlərimizin tədbirlərinin təşkilindən cavab verilən bir şəxs kimi bizimlə bir yer tapmıyor. Yataqdan qardaşımız olub, İsrail şəhidimiz, onun həyat yoldaşı Atəs Mahmudları icra hakimiyyətinin hal-hazırda məsul əməkdaşı kimi fəaliyyət göstərir. Burada bizim
içinde gelen vətən sevgisi, şəhidlərimiz olan böyük sevgi və burada iştirak edəyimizin ziyalılarımızla birlikdə şəhid ailənin yanında olmamız bizim də vətən qarşısında borcumuzun az da olsa bir hissəsini yerinə yetirmək hissəsini başa çatdırmaq üçün bizə imkan verilmə. Bütün şəhid ailələrini bir daha sağlamlayaraq ayının 5-də xalqımız Qurtuluş bayrağının 32-ci bölümünü qeyd edəcək. Şəxsən mən bu günlərimizin həmin dövrdə hakimiyyətə dəvət olunması, xalqımız tərəfindən demək, qardaş dövrünün qarşısı hakimiyyətə dəvət olunması günündən həmin sıravi adam kimi olsa da, gənc kimi olsa da, hadisələrin iştirakçısı kimi bugün 32 ildən sonra görürəm ki, bugün dünyada söz sahibi olan Azərbaycan xalqının, Azərbaycan millətinin yürürlüğü olaraq sizinlə birlikdə bugün görülür ki, müqəddəs tariximiz boyu ilk qələbəmizin böyük sevincini sizlərlə birlikdə yaşayırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Burada qazilərimizdə yaşayıb azısında bunların hamısını sağlamlayaraq, başarılı bu qaziləri hamısı xalqımızın ən dəyərli olanlarıdır. Sayıları çox qətindən artıq. Bugün onlar bizdən öncə şəhidlərini demək olar ki, əziz günlərimizdə, matəm günlərimizdə, şəhidlərimizin doğum günündə, şəhid olan günlərdə bizdən qalaq qarşılayırlar. Baxıraq ki, Əzərbaycanın müəyyən hissələrini vətən yolunda qurulan bir dayanmış qardaşının timsalında bugün də bunlar vətənimizə xidməti öz sevgi və məhəbbətləri ilə davam etdirir, onlarla sağlamlayırlar. Həmçinin şəhidlərimizə rəhmət eləsin, müqəddəs adını daşıdığı bu sahədə milli liderimizin əziz xatirəsində böyük sevgi və ehtiramla bir daha yad edirəm və hörmətli qonaqlarımıza bir daha xoş gəldiniz. Sağ olun. Hədiyələri sonra edəcəklər. Demək, biz xalq yolunda davam edərkən qarşımıza bir rəssam çıxdı. Biz bir kitabı 2 il boyunca hazırlayanda rəssam və kəşfiyyatçı və orada da qeyd eləmişdik. Böyük xalq rəssamı olacaq. Xalq rəssamı bu şərq fəlsəfəsindən gələn bir addır. Tanınmış rəssamlarımız var, dünya şöhrətli insanlarımız var, xalq rəssamlarımız var. Və onlar illərlə onun səviyyəyə çatırlar. Dünyada Azərbaycan mədəniyyətini təbliğ edirlər. Özümüzü bizlərə, bizi dünyaya tanıtırlar. Amma Rabbalımızın məsələləri ilə o həmin o zirvəyə gedən yolu çox qısa bir müddətdə qət edir. O daha qısa bir yol tutdu. O hamının getdiyi yolda getməli. Və əsərin adını xalq rəssamı adlandırılarkən biz nəzərdə tutmuşuq ki, xalq rəssamı və biz xalq rəssamı deyəndə dünyanın mərkəzində Türk dünyasının incisi Azərbaycanın xalq rəssamını nəzərdə tutmuşuq. Biz dərk edəndə ki, böyük Türk dünyasının bir hissəsiyik. Bu böyük xoşbəxtlikdir. Bunu qurulur. Amma bu gün bütün Türk dünyasının incisi Azərbaycanın getirdiyi Rauf İbalov kimi xalq rəssamı ilə fərqlidir. Bir ikinci kitabdır bu. Birinci kitab rəssam kəşfiyyatçıdır. O adı müəyyənləşdirəndən sonra biz qərara gəldik ki, hələ müvədə görüşərək üçüncü kitabda təsvir edəcək. Bizim bütün razılığımız yaxın günlərdə Azərbaycanda Qurtuluş günü ərəfəsində qeyd etdiyimiz bundan da ideyalarının davamçıdır. Raufun əsərlərində də bunu görürük. Onun əsərlərində olan bayraq sevgisi, onun əsərlərində olan ümumi liderimizə olan sevgimizi görürük. Və bu bir elmi iş kimidir, əsərdir və gələcəkdə bu davamlı olacaq. Biz onun bir fəsini yaratıq xalq rəssamıdır. İnşallah zəfərimizin 5-ci dövrünə qədər biz layıq olduğuna, parına, dəyərli olduğu bir əsər yaradıb təqdim edəcək. Amma mən indi çox xahiş edəcək bizim burada ülviyə hamına o qayılmadan bir dəqiqəlik müddət ərzində bir sənə olsun. Çünki onun oxuduğu gün hər şeyi təqdim edə bilmərəm. Xahiş edirəm, ülviyə hamına. Çox sağ olun.
adı dost olanlardır. Tanrılı bir dəfəlik, bu tarixi fürsətdə görüldü nə qeyrət var, bizim xalqlar, millətlər. 100 illərin müşkülü həll oldu 44 gündə. Bu bir fenomen oldu dünya hər tarixində. Hər işin bir kökü var, ənənəsi, əsası. Nə yaxşı xalqımızın dahi Heydər babası ən çətin məqamlarda sahib çıxdı millətə. O son boyu əzaba, məşəqqətə, zillətə qatmaq istəsələr də xainlər başımızı, böyük Azərbaycanı, başkəndi, başımızı qorudu ulu öndər, ən mənfur həmlələrdən, oyunlar, tələlərdən, çox iyrənc hilələrdən, sapı bizdən törəmiş 100 satqın baltalardan, mələk doluna girmiş min iblis saxtalardan, müzəffər başkomandan, İlham, müdrik sərkərdə, ata vəsiyyətini əsas tutur əlində, dedim xəynətlərə, Türkün kəskin sözünü, sevdi Azərbaycandan, işğalçının izini, sevdi Azərbaycandan, işğalçının izini. Gələnizə qüvvət hazır edək, bütün şəhidlərimiz Allah rəhmət etsin, onlar da yaşayır və yaşayacaqlar. Yaşasın Azərbaycan. Bugün seyahat sınavlarında dövüş zamanı İbrahim Mayor Yaşimokova kahramanlığına ölmekte şehit olmuş. Çağır beni, ben el oğluyam. Anama, yurduma ben kan borçluyam. Otlar diyarından həziz oyluyam. İzin verey vətən hayına çatır. Adını soruşma, şəhiddir adı. Torpağın hər başı əzizdir mənə. Gedirəm döyüşmə, düşməyim gələ. Həzərəm düşməni, gələrəm yenə. Ağlama anacam, ey gözəl qadın. Atama söyle ki, şəhiddir adı. Dayana bildirəm, Şuşa qəfəsdə, Qorlaqat oynadır erməni xəstə. Xət çəkə bilmərəm qeyrətimizdə. Ata, buradan olur, hazırdır atır. Bacıma söylə ki, şəhiddir adı.
Önce ben bu güzel terbiyenin teşkilatlarında emeği olan bütün rehberleri üyeden alkışlayalım. Rauf hakkında paylaşımlarında ben neleri esas götürmüşüm, iyi yaşayacak ve kuma edeceğim ki onun hakkında en güzel şarkılar bundan sonra yazılacak. Ne ki onun hakkında bütün kahramanlarımız hakkında adeta tarih, edebiyat tarihi gösterici en yakışı değerli eserler muharebeden çok sonralar yazılır. Bunun birinci Karabağ Muharebesi'nde de hissedilen ve İkinci Dünya Muharebesi'nde iştirak babalık, baba kahramanlarımız hakkında da onu görmüşüz. Ben ise bir müellif kimi elimden geleni eləmişəm, bir valata təsiri yoktur. Onun aksine çaktırmalar çalıştım ve çaktırdım da bir bölüme değerli edildi. İman edirəm ki, bu mövzuya qaydacaq. Bir müellif kimi Rauf'un ruhu karşısında baş eğlen Allah'a istedim. Sağ olun. Bugün güzel bir gün. Belki de belediye seslerine düşüner ki biz şehrin ruhunu yad edirik, onun adını hatırlıyor ve bu kederli bir gün olmalı. Ama o bir taraftan bu kederli bir av olduğuna gün olabilir ki bir şehitlerin katilisini, adını, dermanını unutar. Ve biz onu hatırlayırsa her dakika ya değilse demek güzel günlerdir. Ben görürüm ki bunu bir daha demek ederim ki Fırdalan şehirde, Afyon rayonunda hakimiyet ve şehit aileleri münasebeti çok yüksek seviyede güzel oldu. Cenab-ı President'in verdiği tavsiyeler karşısında bulundu ve uğurlu bir şekilde tamamladı. Değerli Abdülmen bu arada o kadar katılmamış ki o kadar tersatlarını, teferruatlarını bize ayrılması ki bu arada mesela bir sözüyle ifade İslam'ın getirmesi hak, adalet çarşısı tarih yazan sertlerler. Senden ilham güc alır, zabit, esker, sengerde, hərb ve sülh ilanında qəlbə çalan adam, Cenab-ı Ali
Düşlerimiz baş əydi sənan düşən bayrağa. Sənin azad etdiyin hər bir qarış torpağa, anamız Azərbaycan qovuşdu Qarabağa. Qalmayacaq qısassız bir damla tökülən qan, Cənab Ali Başqamandan. Getdiyin bu şanlı yol, ulu ölülər yoludur. Sənin ordun yenilməz, sənin xalqın uludur. Yaşasın Azərbaycan, arzun, amalın budur. Milyon ağzından səslənir eyvan, Cənab Ali Başqamandan. Qarabağ səmasında yenə günəş doğuldu. Sənin dəmir yumruğun birlik oldu, güc oldu. Mənəm gəllər bəs nə oldu, heç oldu. Ana sütü təkala sənə şöhrət, uşaq, Cənab Ali Başqamandan. Elbir oldu səndə, dağ oynadı yerindən. Bütün dünya danışır elmindən, hünərindən. Araz salam göndərir azad xəbərindən. Xan kəndindən Şuşadan şəkilli qaraduman, Cənab Ali Başqamandan. Sən Tanrıya sığındın, Tanrı qorudu səni. İllər boyu çəkdiyin min bir əziyyətini kişi kimi doğrultdun. Kişi kimi doğrultdun ata vəsiyyətini. Sən xalqa millətə çox görməsin yaradan, Cənab Ali Başqamandan. Sən yalnız tək deyilsən. Sən yalnız tək deyilsən. Mətin Türk qardaşım var. Bir vəfalı, mehriban, ürək, can sevdaşım var. Bircə sözün əmrinlə bu xalq ayağa qalxar. Sənin Azərbaycan bir könüldə iki can, Cənab Ali Başqamandan. Söz üçün söz verir Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Orxan Nağdiyev. Əvvəlcə icazə verin, təşəkkürümü bildirim tədbir təşkilatçılarına və möhtəbər tədbirdə möhtəbər məşəqdə bizə də söz verdiklərinə görə çıxışa keçməmişdən öncə universitetimizin rektoru Profesör Süleyman Məmmədov salamlarını sizə çatdırmaq istədiyimi təşkil xarici qonaqlar heyətimiz var idi, onlarla müqavilə imzalama mərasimi var idi, bir iştirak edə bilmədik. Bugün çox gözəl bir tədbirə, gözəl bir niyyətlə yoxuşuq. Məndən öncə çıxışdılar, hörmətli Abdül müəllim, çox ətraflı qeyd elədi. Bu tədbirlər olduqca əhəmiyyətlidir, olduqca vacibdir və tədbirlərin təşkilində Abdül müəllim qeyd etdiyi kimi hamı çox belə əl birliyi ilə, könül birliyi ilə, sevinclə və çox məsuliyyətlə və sevgi ilə birlikdə çalışırlar, fəaliyyət göstərirlər. Biz bunu öz universitetimizdə keçirdiyimiz tədbirlərdə də elə Abdül müəllim hakimiyyəti ilə birlikdə sağ olsunlar, hər dəfə dəstək olurlar. Bu yaxınlarda bir tədbirimiz olmuşdur, birlikdə konstitusiya və suverenliklə ilə bağlı. Birlikdə keçirdik və biz bunun faydasını görmüşdük. Ulu Ömər həmişə qeyd edir çıxışlarında, Allah rəhmət eləsin. O, ölkənin çox pis vaxtında, çox azımzalı bir vəziyyətinə gəldi və sanki il-bir, bütün illər üzrə bir fəaliyyət planımızdır və bu istiqamət üzrə sistemli iş aparıldı və Abdül müəllim qeyd etdiyi birinci Qarabağ müharibəsinin şəhidlərinin qəhrəmanlıq sərnaməsinin, gənclərə aşılanması, gənclərimizin vətənpərvər ruhda bölünməsi məhz bizim Vətən müharibəsindəki qələbəmizin açarlarından biri oldu. Təbii ki, başda, öndə, ön sıralarda həm sülh meydanında, diplomatiya meydanında Cənab Ali Başqamandanın liderliyi ilə onun qətiyyətindən güc alaraq eyni zamanda qanlarında dolaşan o vətənpərvərlik hissinin sayəsində bizim qəhrəman şəhidlərimiz, bizim qəhrəmanlarımız, qazilərimiz, veteranlarımız bizim 30 illik işğal həsrətinə, torpaqlarımızdan olan həsrətimizə son qoydular və o torpaqlar azad olundu. Bugün o torpaqlarda yiyən gözəl işlər, böyük sürətlə aparılan bozulduğu işləri, keçirilən tədbirlər hamımızın göz önündədir və biz buna təbii ki, böyük qürur hissi ilə baxarıq, sevdirik. Rauf'a
gəldikdə isə ümumiyyətlə biz həmişə belə bir ortaq xətt tapmışıq, həmişə müşahidə edirik bunu. Bütün şəhidlərimizin anın tədbirlərində, onların valideynləri ilə görüşlərdə, məhəllə müəllimdə sağ olsun, hər dəfə iştirak edir, aktiv və onların ta uşaqlıqdan, məktəb yaşlarından vətənpərvərliyə, vətənpərvərliyə, qeyrətə, milli mənəvi dəyərlərin nə dərəcədə bağlı olduqlarını şahid olur, hələ uşaq yaşlarının. Hamısının ortaq özelliyi qayğıkeş olmaqlarıdır, təəssübkeş olmaqlarıdır. Ətraflarında baş verən hər hansı məsələlər, fərqli oturduğu xırda hadisədir, vacib hadisədir və s. ən xırda bir hadisələrə çox həssaslıqla, qayğıyla yanaşırlar. Rauf da bizim elə tələbələrimizdən biri olub. Bizim İnşaat Texnologiya Fakültəsinin məzunu olub, o fakültənin dekanı hər dəfə söhbət edəndə, anın tədbirlərində o hər dəfə qeyd çox fərqli bir tələbə idi. Allah şəhid valideynlərimizə can sağlığı versin, onlara səbir versin. Düşünür ki, onlar bu gün o canları, odalarının canlarını fərq etdiyi torpaqda gedən işləri görənlər ən azından bir mənəvi rahatlıq tapırlar və övladlarının müqəddəs bir anı olduğunda fəda etdiklərini görüb, ən azından müəyyən qədər təskili tapırlar. Mühtərdir Profesör Rüstəm Beyruliyev. Rahat o qədər doğma bizim ailə, ona görə mən gəldim belə danışmaq istedim. Günə qardaşım mənə dedi ki, bəs mənim həməskərəmdə tərbiyə yoldaşım oğlu şəhid oldu, oraya gedək. Mən də təbii ki, kəsmiyyə lazımdır, gedək, nədir gedək? Mən yol boyu gəlib onun atasını qanırdım, düşünürdüm ki, bunun atası da məndən təskin edirdim. Yəni, o cür oğul müşkülatı təskin edilmə zor işləsin, elə deyil mi? Ancaq çox qəriblədir, onun atası o qədər böyük bir kişidir ki, mən arasında mənə adamı tutdu, o başladı mənə təskin edilməyə. O müşkülata, ona baş sağlı vermək gələn adamı mən Rauf haqqında danışmaq istəyirəm. Deməli, Rauf bəlkə də mənim tanıdığım şəhidlərsində fərqli bir şəhid, niyə rəssi olmuşdur? Rauf təbii ki, bilirdi ki, mən də səhsəli yönünə danışmaq istəyirəm. Bütün adamlar öləndə sonra adamın sonu nədir? Şəklə çəkir. Naziri də, prezidenti də, yolda keçəni də, şairi də, hamısı şəkil olacaq. Ancaq harcı olacaq. Bəzilərini divardan asılacaqlar, bəzilərini sinə daşlayacaqlar, bəzilərini də alımın içində gizlənəcəklər ki, heç kim görməsin. Rauf'un bir güc bəlkə də hesaplamışdır. Rauf'un şəklini biz başımızın üstündən, Rauf bizim o şəkli başımızda asılmağa layiq olanlardan. Müharibə haqqında və şəhidlər haqqında birinizə kəlmə söyləmək istəyirəm. Və bütün dünyanın içərisində bu 30 il sonunda müharibə, biz bu torpaqlı uzanmışda, Amerikadan tutmuş, Vietnam, Çin, Afrika həmişə baş aşağı gəldi. Niyə baş aşağı gəldi? Qeyrətə ki, Azərbaycandan hətta kiçik bir şey danışmaq istəyirəm, ibrət olsun deyə. Bu qələbənin nə qədər böyük bir qələbə olduğunu görmək üçün. Vietnam'a gitmiştim. Vietnam'daydı. Ve orada Türkler vardı, Uygurlar vardı. Benden görüş kesildiler. Ben orada vətən, millət, fransızlıq və mənim işimizdir. Bir də adam əli belə qaldı. Qardaşımız da bunu gördü. Dedi ki, İslam abi, sizə bir sualım var. Gəlib Vietnamda tüslükdən, tranzitdən danışmaq asan bir şeydir. Əl burada bir torpağı siz 30 il ala bilmişsiniz. O mənisi ölümünə betərik. Və görüşü mən yada saxladım içkili. Oturmadım, o görüşü sonra gedir devam etdim. Mən elə deyim ki, son 300 ildə Tanrı və tarih heç kimə belə bir görə tanınmışdır. Tanrı elə bir kürsü bir misyayla, bu İlham Əliyevi, onun əskərləri göndərmişdi və elə fikirləşsən ki, bu Ali Baş Komandanında, bu sərkərdə də, onun əskəri də, bunu şərəflə yerinə getirdilər. Mən də o dövlət tədbirlə bağlı getmişdim Şuşaya, mən də Şuşaya getmişdim. Təbii ki, mən adamlara belə oturtturmağa qarar oldu, mən tək başına gətirdim adamı. Zıdır düzünü gəzdim və təhsil gəldim oturdum. Həmin ildə buraxılır idi. Müharibədən sonra gördüm,
müharibədən sonraki dövrün il çox vaxtıydı. Baxdım ki, əskərdə siz bilməm, görən bəlgən ki oldu, elə sıldırım bərlər vaxt doğuşuya ki, orada əskərlərin qanı hələ də qalır. Mən oradan gördüm. Və nə mənada deyiləm, Azərbaycan xalqının tarihində, bəlkə də təhsil Azərbaycan xalqının tarihində deyil. Bu Türk millətlərinin tarihində. Elə şeylərdir ki, bax, bu qələbədən sonra Qazaxın, Qırğızın, Türkmənin, bütün Türk dilli xalqların hamısının həm Azərbaycana münasibəti dəyişdi, həm də özlərinə münasibətini dəyişdi. Biz bu müddətdə mənəvi dəyərləri qaytardık. Bax, bu müharibə 30 il başı itirmiş, başı pozulub, ondan sonra yəni alverçi təxəyyül olan bir şeytanı bir toplumu təzdən millət halına qaytardı. Bir mükəmməl bir millətə çevrildi. Nə demək istəyirəm, çox ki, Tanrıya ki, bax, Rauf kimi adamlar, bu şəhidlər, bu milləti millət olaraq qorudu, saxladı. Mən sizə bitirəm, əgər bu torpaqlar əldə edilib geçsəydi, 30 ildən sonra, biz millət olaraq oradan çıxacaqdı. Bir millət olaraq oradan çıxacaqdı. Mən arasına buradan üstü demək istəyirəm. Bir kiçik bir şey yazmışdım ki, bir dəstəkçi çıxapıya, nə açan, nə döyan var. Gedərdim, bilsəm orada, məni bir gözləyərdim. İstərdim, biz orada o tür böyük, içi böyük, çöl böyük, budur, rakim adamlar. Və bu anını bir də demək istəyirəm, şəhərlər deyir ki, şəhid baran, görüş qalsın qiyamətə. Orada görüşək. Allah rəhmət edəsin. Söz verilir akademik Fikrət Əliyevə. Əziz müəllim ailəsi, mən sözün doğrusu bu tədbir başlayandan sonra sona qədər fikirləşirdim. Təbii ki, getmədiyim çıxışçıların hamısını ancaq fikirləşirdim. Bunun bir səbəbi olmalıdır. Bax, niyə? Yəni görə bu addımı attı və şəhidlik zirvəsinə yüksəldi. Deyərdim ki, Rauf bu genlə gəlmə bir hadisədir. Çünki mən Raufun atasının doğulduğu yeri yaxşı bilirəm, yaxşı tanıyıram. Oradan atan olmuşam mən də Nüvəli kəndində. O Nüvəli kəndində ki, Nüvəli kəndi deportasiyanın 98-ci ildən 8-ci ildən 91-ci ilə qədər uzaqdır. Təhsil Nüvəli uzaqdır o kəndi. O Nüvəli kəndi ki, ümumi liderimiz həmin cəmaatı, qəhrəman cəmaatı adlandırdı. O Nüvəli kəndi ki, heç nəyə baxmadan bütün varlığı ilə kəndi korumağa çalışdı və nəyəsə nail oldu. Heç olmasa bilindi ki, orada cəmaat hansı vəziyyətdə yaşayır və necə oluşur. Mən bir neçə kəlmə Raufun geni ilə istəsatılmaq istəyirəm. Çünki mən o kənddə doğulmuşam, o kənddə böyümüşəm. Raufun babası, Hərbə müəllim atası Nüvəli kəndinin uzun müddət kənd sovetinin sədri oldu. Brigad eşliği kəndin ən asakal insanlarından biri oldu. Yəqin deyərlər ki, burada deyirlərlər, nəyə görə mən o məsələləri qaydıram? Çünki bunu mən istəyən əsaslandırım ki, bu elə belə Raufun göstərdiyi qəhrəmanlıq, elə belə qəhrəmanlıq deyil, bu olmalıydı. O olmalıydı. Və kəndin ən böyük sakallarının biri olub və kəndin orada dayanmasında da müəyyən rol olmuşdur. Mən ümumi liderimizin Nüvəli haqqında dediyim heç vaxt unutmuram. Cəmaatın qəhrəman cəmaat olduğunu, orada torpaqların çox lazım torpaq olduğunu, qeyri-qanuni verildiyi torpaq olduğunu ümumi liderimizin çıxışında deyil. Və mən hesab edirəm ki, Rauf balamızın bu qəhrəmanlığı Nüvəlinin qayıtmağına bir vəsilədir.
yəni cəmaatımız bilsin ki, olan insanlar necə insanlar və o insanlarımız necə olursa olsun torpaqlarına qalıcaq. Dövlət başçımızın dediyi kimi maşınlarla qaydacaqlar o torpaq, Qərbi Azərbaycan torpağı. Ona görə mən bir daha minnətdaram bu tədbir edən Abdül müəllimin rəhbərliyi ilə bütün ziyalarımıza, burada Rüstəm müəllimə, Qara müəllimə, kitabın hazırlanmasında, əsliyə gəlməsində əllərinin gələn, əsirgəməyən ziyalarımıza minnətdarlığımı bildirirəm, müvəl cəmaatı adından minnətdarlığımı bildirirəm və ümid edirəm ki, bu işlər dayanmasa inkişaf edəcək. Sağ olun. Söz verilir Vətən Müharibesi. Gözəl məşanda, bu önlərimizin adını daşıyan belə məşanda hamımızı ürəkdən salamlayıram. Bugün elə bir gündür ki, Milli Qurtuluş gününün öncəsidir, bayram günüdür. Bu günlərimizə yaşadan əlbəttə biz şəhidlərimizi görürük. Ancaq mən bu qələbəmizi, bu bayramlarımızı, tədbirlərimizin keçirilməsində ilk olaraq Ulu önlərimizin qayışı günündən görürəm ki, onun zəhməti danılmazdır. Ulu önlərimizin qayışından bu qələbənin bölövləsi qoyuldu və onun davamçısı möhtərəm prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət nəticəsində biz bu qələbəni əldə etdik. Balalarımız qanı ilə tarix yazdılar. Elə bir tarix ki, dünya durduqca bu qələbəmiz də yaşayacaqdır. Bizim şəhidlərimizi və şəhidlərin əzizlərini yaşadan xalqımız, dövlətimiz vardırsa, var və olacaqdır. Və deməli bizim qələbələrimiz öndədir və bu qələbələr bizi gözləyir, biz isə o yoldayıq. Və bir daha Abdül müəllim sizə, sizin kollektivinizə mən öz təşəkkürümü, minnətdarlığımı bildirirəm ki, siz də prezidentimizin bir yerli nümayəndəsi olaraq hər zaman ilk gündən və bu günə qədər olduğundan sonra da mən əminəm ki, şəhid ailələrinə, qazilərimizə bu verdiyiniz qiyməti, qayğını davam etdirəcəksiniz. Siz nəinki Abşeronumuzun, siz artıq Respublikada tanınmış bir vətənpərvər rəhbərsiniz. Siz bizim tək sevimli rəhbərimiz yox, bizim əzizimiz, ailəmizin üzvüsüz, dostumuz, qardaşımızdır. Əlbəttə, sizin kimi rəhbərləriniz çoxdur. Mənim təmsil olunduğum Azərbaycan İstehsalat Birliyinin zəhmətinin qayğısını mən qeyd etmək istəyirəm. Rauf Universitetinin rəhbərliyinin şəhid ailələrinə olan qayğısını qeyd etmək istəyirəm və sizlərin timsalında bütün müəssisə, təhsil ocaqlarını şəhidlərimizə, eləcə də balaca körpələrimizi yetişdirən ocaqlarımıza və onların rəhbərlərinə minnətdarlığımı bildirirəm ki, siz belə dəyər verirsiniz. Mən bir daha qələm əhlinə, Rauf və Rauf kimi bütün şəhidlərimizə, qəhrəmanlarımıza kitab yazan, bütün şairlərimizə, yazıcılarımıza, məqalə yazan bütün jurnalist media işçilərinə və onların silahıdır. Onlara öz təşəkkürümü bildirirəm. Var olun, Allah xalqımızdan razı olsun, Allah cənab prezidentimizi, dövlətimizi qorusun. Sağ olun. Hörmətli tədbir işçiləri. Qədər var ki, oğlun evladı Nəzrin Paşayeva səhnəyə dəvət olunur. Şəhid Salmanov Azər Vəfadarovun anası Zahir xanım dəvət olunur. Eyni zamanda Nəzrin və Əkbər adları dəvət olunur.
Biz her üzerinden tebrik edirik. Allah korusun bu güzel devletleri Azerbaycan'ımızın emanetidir. Aynı zamanda Abşeron Bayrağı yanlış maaşlarını severek ilk önce Erzin'imiz, doğmamız, Azimlerimizi salamlayan, şehit ailelerimizi salamlayan, şahitlerimizi salamlayan, rayonumuzun konaklarını salamlayan, teşkilatçılarını salamlayan ve onu demək istəyirəm ki, hamı danışdı. Əslində mənim danışmaq planlaşdırmamışdım. Ancaq belə deyək, hər danışıqdan, hər söhbətdə sanki mənə bir fikir yarandı və düşündüm ki, bunların hamısını yanal olaraq mən cəmliyim və öz fikrimlə deyim. Mən ən çox kitabın adı mənə çox maraqlı gəldi. Haqq rəssamı. Doğrudan da biz övladlarımız şehit olanda, şehit aileleri olarak harada şehit məclisi, harada şehit adı eşitirdirsə, toplaşıb gedir şehit anıları. Ən birinci, həmin o şehit ailələrinə, şehit anasına dəstək olmaq üçün. Mən özüm övladım da Abşeronda döyüşlərdə 8 Mart zəfərində şəhid olmuşdu və məclisdə mən çaşıb qalmışdım. Amma məni o vəziyyətdən çıxardan bir şəhid anası oldu. Şəhid anaları içərisində ən gənc şəhid anasıydı. Bizim bacımız, onun 18 yaşında oğlu Elmur şəhid olmuşdu. Və bu məclisdə elçinin mərasimində Ultuzana bir söz dedi. Yəni o yaxınlaşdı mənə dedi ki, mənim oğlum döyüşə girməmişdən öncə mənə zəng vurdu. Və dedi ki, ana, mən döyüşə girirəm. Ola bilər şəhid olaram. Ancaq nə olursa olsun səndən bir xahişim var. Ağlama, düz gözlücülük məni gətirən o yoldaşlarımın yanında məni utandırma. Əgər bugün sən ömrünü 18 yaşında bir şəhid kimi yola salmaq istəmirsənsə, onsuz da bu dünya fanidir. Elmur bir gün ya 100 yaşında, ya 70 yaşında, ya 60 yaşında günahkar bir bəndə kimi bəlkə bu dünyanın köçməyindən 18 yaşında cənnəti qazanmağı daha məqsəd olundu. Və bu 18 yaşlı bir şəhidin anasına verdiyi məsləhət idi. Və Uluz bacımızı mən heç vaxt ağlayan görmədim. Və məndən yaşca qəfət kiçik olsa da, o şəhid anasının Uluz bacımın o davranışı mənim üçün tutulun oldu. Və mən də çalışdım ki, həmişə başımı dik saxlayan. Və anladım ki, bütün şəhidlərin biz evlərini gəzdikcə hər şəhid evindən sanki özünə bir ilahi mesaj götürmüş kimi olurdu. Və bu ilahi mesajları yıldıqca qəlbimə ürəyim sakitləşirdi. Elə bu ilahi mesajlardan birində Rauf anamızın evində olanda mən gördüm. Rauf'un əsərlərinə, onun yaradıcılığına baxanda anladım ki, doğrudan şəhidlər seçilmişdir. Çünki onun əsərlərinin hamısı, yaradıcılığı hamısı vətənə, vətənpərvərliyə, namusa, qeyrətə, şərəfə, ilahi bir yaradıcılığa sanki bağlanmış bir əsərlər idi. Və doğrudan da başa düşdük ki, şəhidlər Allah tərəfindən seçilmiş və müəyyən ailələrə əmanət edilmiş qeyri-adi, belə deyək, fövqəladə qüvvələr idi, fövqəladə insanlar idi, müqəddəs insanlar idi. Və bunu elə Rauf'umuzun evində olanda mən bunu hisslərdən duydum və sanki hər şəhid evindən bir mesajla, hər şəhid evindən bir çiçəklə mən o çiçəyi qəlbimdə əkirdim. Və onunla mən bir balaca özümə təsəlli verirdim ki, həqiqətən də biz ilahinin seçilmiş bəndələrinə analıq və atalıq eləmişik, valideyni eləmişik. Və bunun Rauf'un rəsmmasında çox ayrı şəkildə görmək olurdu. Və mən Rauf'un rəsmlərinin baxanda o həyəcanı yaşarım, onu yenə də yaşarım. Onu demək istəyirəm ki, bəli, Rauf bəlkə də yaşasaydı Azərbaycanın ən tanınmış rəssamlarından biri
üzr istəyirəm, övladım üçün gələcəyin alimi olacaq. O ağ köynəyini, əlindəki qələmini silaha dəyişdi. Rauf əlindəki fırçasını silaha dəyişdi və beləliklə gördük ki, şəhidlərimizin hamısı haqq tərəfindən seçilmiş və onlar bir xalqın, bir toplumun sesi oldular. Onlar həm də Allahın seçdiyi, Allahın haqqın rəssamı olmağı layiq oldular. Haqqın elçin məncə haqqın alimi oldu. Xudayar məncə haqqın mühəndisi oldu. Və biz onları bax, seçdikləri yolda nə deyim, o gözəlliyi duymamaq istəmək mümkün deyil. Mən bir şəhid anası kimi burada oturan bütün şəhid anaları qarşısında baş əyirəm və demək istəyirəm ki, əziz analar, əziz valideynlər, elə o şəhidləri yetirən ən böyük yazıcılar da, alimlər də, ən böyük müəllimlər də siz analarsınız, siz valideynlərsiniz. Çünki onların müəllifsizsiniz. Biz şəhidlər haqqında nə belə yazsaq da, Abdül müəllim dedi ki, bizim 3 il bir yerdəyik, onu yazan, yaşadan bir yazıcı axtaran Abdül müəllim axtarmayın. Onu heç vaxt, o keçirdiyimiz hissləri, o bircə olduğumuz o təəssüratları, onu heç bir qələmə, heç bir rəsmə, heç bir şəklə, heç bir yazıya sığdırmaq mümkün deyil. O bizim qəlbimizdə yazılır, o böyük əsərlər, o böyük dastanlar, o bizim vətənimizin tarixinə yazılır. Və mənə elə gəlir ki, o gözəlliyi, o böyüklüyü, hər birini bizim şəhidlərimiz, zövlatlarımız və onları yetişdirən valideynlər birləşib o vətən tarixini yazılır. Və təbii ki, haqqın rəssamı, haqqın alimi, haqqın mühəndisi olan şəhidlərimiz bizim haqqımız uğrunda canlarından keçdilər. Nəyə görə? Çünki bizim ən böyük haqqımız bizim vətənimiz idi. Vətən, Azərbaycan torpağı, bizim məmləkətimiz, bizim Allahdan bizə verilmiş ən böyük haqqımız idi. İnsanlar müxtəlifdir. Elə insanlar var ki, günlərik rüzgar arxasınca qaçırlar, gündəlik fəaliyyətləri ilə məşğul olurlar. Amma şəhidlərimiz elə bir insanlar idilər ki, onlar öz boylarından, yaşlarından qat-qat böyük işləri görürlər. Onlar bizim vətənimizin milli kimliyinə çevirdilər. Bəli, bugün ulu öndərimiz Heydər Əliyevin bildiyi kimi şəhidlərimiz də bir cümləli fəxrdən işləri və ondan sonra biz də fəxrdən bütün dünya deyirik ki, biz fəxr edirik ki, biz Azərbaycanlıyıq. Və bunun milli liderimiz Heydər Əliyev, onun davamlısı İlham Əliyev, bu çərbəmiz, Ali Başkan adlarımız, şəhidlərimiz, onlar hamısı Azərbaycan xalqının, Türk millətinin milli kimliyidir. Və mən burada Abşeron Zəbəsi Abdül müəllimə, hamımızın əzizi, doğması, hər bir ailəmizin sevimli insanı sizə təşəkkürümü bildirmək istəyirəm ki, bizə bu cürə şərait yaradırsınız, bizi başınıza yığırsınız. Bu cürə bizə, ürəyimizə, o yaralı qəlbimizə məlhəm olursunuz, təpər olursunuz. Yəni, burada mən heç bir sözlər, heç bir söhbətlər, heç bir dastana satışdıra bilmərəm. Düzdür, hər bir insan tutduğu vəzifəsinə uyğun müəyyən məsələləri həll eləməyə, problemləri həll eləməyə, qarşılıqları yerinə yetirməyə çalışır. Amma bu sizin gördüyünüz işlərimizin hamısı ilahidən gəlmiş, qəlbimizin, vicdanımızın, o gözəl mənəviyyatımızın bilirmək, izharıdır, təmsilidir. Və biz şəhid ailələri olaraq sizə təşəkkür edirik. Yaxşı ki, varsınız, yaxşı ki, bizim o çətin günümüzdə bizim qolumuzdan yapışıb ayağa qaldırdınız. Bəli, Abdül müəllim sağ olsun. Yəni, bugün şəhid ailələri kimi Abşeronlarında hər bir şəhid ailəsi özlərinə bir kənarda qalmadı. Gözəl övlad böyümüş, gözəl oğul böyümüş bir ailə timsalı obrazı olaraq cəmiyyətin mərkəzinə çəkildi və biz bilən bilək ki, həyatımızı, fəaliyyətimizdə yenə övladlarımızın getdiyi yolla vətənimizə olan sevgimizi, dövlətimizə olan məhəbbətimizi
yəni ictimai fərasətində olmaqla, yəni adının məsləhəti ilə tutulmuş bu müəyyən məqamlarla birlik var. Çox sağ olun, söz verdiğinizə görə hər birinizə təşəkkür ederim. Biz için şehit elçi meselelerinin razı teşekkür ederim. Ben de böyle olmak istiyorum.
İzmir'dir. Teşekkürler. Şimdi ise metnelerin ifasında şiirler dinleyeceğiz. Buyurun.
Bununla da Vətən Müharibəsi şəhidi Rauf İbrahimoğlu qəhrəmanlığından sorulmuş bugünümüz, tədbirimiz yekunlaşdı. Sağ olun, sağ olun.